Hara gedək, harda? Şəmkirdə, əziz tamaşaçılar, Şəmkirin gəzməli, görməli, əylənməli məkanları ilə sizi tanış eləməyə gəlmişik. Siz Şəmkiri hələ belə görməmisiniz. Getdik! Getdik! Şəmkir çay yurdumun ilki gözəli, burada gələm çalmış təbiət əli. Məndən inciməsin eller gözəli, bu gözəl torpağa sonuna gəlir. Şəmkir çay yurdumun ilki gözəli, burada gələm çalmış təbiət əli. Məndən inciməsin eller. Bir dənə səviyyəli səhər yeməyi yemək istəyirəm. Elə ona görə də aristokrata gəlmişik. Burada bir dənə səliqəli, gözəl tiyamlar, səhər yeməyi verirlər ki, gəl görəsən yağı, balı, pendiri, şoru. Hələ buranın səhər-axşam yeməkləri var. Kabablar, saclar, asartı meyvələr də hədiyyə gəlir. Gedək dadaq da. Gedək dadaq da, gəl. Ağzımı suyu axıyır. Bax, indi səhər çörəyimizi yeyək, çayımızı içək, qaymaqdan, baldan, yumurtadan yeyək. Gedək Şəmkirin gəzməli, görməli yerlərində görək nələr var. Hələ bir baxıb görək, altından öldürəm. Nə olub? Birinci qoy özüm başlayayım da. Başla. Buna baxayım, buna baxayım. Qaymaq deyirəm sənə, əsl kənd qaymağıdır. Şəmkirə gəldinsə, salon malları, kosmetikalar, ətirlər, hər nə varsa, hardan alaq? Ancaq Leyla kosmetika və bujiteriya dükanında. Gəlin sizə bir görsədək. Hə. Əlivə keçəni atmısan zəmbilin içinə, mənə bir dənə qulaq söhbət almamısan. Elə bil nə olub, dünyanın axırıdır. Pulu qutarasan ki, gərək... Sən hələ gözdə. Eləyəsən. Gözdə sənə hələ var, əsas arvaddır. Dırnaq tutan da al mənə. Orada da var, gəl bura, gəl. Burada qiymətlər ucuzdur, sərfəlidir. Nə istəyirsən al, Daybaşıya gedəndə bir də demə, o qaldı, bu qaldı, o qaldı, bu qaldı. Bütün gün axşamacan deyinirsən. Mən də elə onu deyirəm də, ona görə səni bura gətirmişəm də. Sevərsən, sevmərsən proşkanı qaytar. Ala,
Burada broşkadan çox broşka var. Gəl, get. Get. Hara gedək, harda? Şəmkirdə, Leyla kosmetikada. Məktəb mövsümü yaxınlaşıb. Övladlarınıza dəftər, kitab, qələm, pozan axtarsınızsa, bunların hamısı Şəmkirdən Nur Kitab evində. Özü də sədərək qiymətinə. Gedək alaq. Gedək alaq. Gedək. Şok endirimlər. 40 vərəqli dəftər 25 qəpik. Biz inanmırdıq, gəldik, şahid olduq. 100 vərəqli dəftər isə 60 qəpik sədərək qiymətinədir. Gəlin, yığın, aparın övladlarınız üçün. Məktəb mövsümü yaxınlaşır. Hələ nələr var, nələr? Gəlin. Dərslik kitablar belə var. Orta məktəbdən tutmuş, ali məktəbə qədər olan kitabları gəlib ala bilərsiniz burada. Məhsullarını əldə etmək üçün uzağa getmək lazım deyil. Gəlirsiniz Nur Kitab evinə. Bugün elə bir yerə gəlmişik ki, bax bu məkan yeməkləri ilə, təbiət füsunkarlığı ilə Şəmkir şəhərində adla deyilir. Mən bilirəm ki, sən məni elə-belə yerə gətirməlisən. Bura lap nağıllar aləminə oxşamaq istəyir. Gərək girək baxaq. Gedək baxaq da, mən bilirəm hara gəlmişik. Girək tamaşa edək baxaq.
Həqiqətən də gəzdiyi gördüyü Şəmkirdə qala restoranı gözəl məkanlardan biridir. Doğrudan da necə deyirlər, nağıllar aləminə dəyər. Azərbaycanın milli və mənəvi dəyərləri qala restoranında öz əksini tapıb. Burada şairlər otağı, burada rəssamlar otağı, burada Azərbaycanın keçmişdən qalan qədim adət-ənənələrinə uyğun dizayn olunmuş otaqlar var. Gedək baxaq. Yenə var, Amir? Hə, var, davamı var hələ. Restoranına gəlmək istəyirsinizsə, Şəmkir rayonunun Yeni Həyat kəndinə gəlməyiniz kifayətdir. mütləq Gəlin, gəlin. burada həm də mini zoopark da var. Gedək baxaq. Gedək. Ay nənə, yorulmayasan. Nətər gedir işlər, yaxşıdırmı? Bəh, bəh. Sən nə qarırsan? Bu nənə, bu inək maketdir. Orijinal nənə, baba o tərəfdə var. Bu maketdir. Doğrudan. Danışdırmağa adam tapmadın sən. Amma necə gözəl əl işlə düzəldir. Amma qəşəngdir, gözəldir. Sən sağ ol. Qala restoranının gözəlliyi bir yerdə. Buranın o qədər gözəl mətbəxi var, o qədər dadlı yeməkləri var. Söz yoxdur da. Hələ Etibar usta var. Bu dəqiqədə mətbəxdə bizim üçün yemək hazırlayır. O ustanın bişirdiyi yeməyi yeməyən adam yoxdur da Şəmkirdə. Hamı Etibar usta deyib qaçır qala restoranına. Belə görəm bir mən qalmışam. Gedək dada. Gedək. Gedək. Bəh, Bax, bəh, Amir, qara undan hazırlanır. Qiymeli yarpaq xiyyalıdır. Bu orqanikdir, özləri hazırlayırlar. Qala restoranında bu ekskluzivdir. Öz də buna Gədəbəy, Qazaq xəncəri deyirlər, ağrın alayım. Bəh, 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 bunun qurudu, bunun ədivası, kartoşkalı xəncər. Mən bunu o vaxtı toylarda yemişdim, amma beləsini yeməmişdim. İnan mən də. Ancaq nuj elə, nuj elə. Bal deyil, bal. Əgər siz də belə dadlı, maraqlı xəncər yemək istəyirsinizsə, Qala restoranına gəlin. gəlin, gəlin. Biz burada çox yeməklər daddıq, əziz tamaşaçılar. Hamısının özəl, möhtəşəm dadı var. Amma qərarı aldıq ki, xəncər ekskluziv qeyri-adi olduğuna görə bunu da sizə göstərir. Özdə qara undan hazırlanıb. Qara undan. Bəh, 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 bəh. Kartoflu deyil, kartoflu xəncər. Biz xingalımızı yeməyə davam eləyək. Siz də bizə tamaşa edin. Görün nələr var, hara gedəkdə, nələr var. Nəyə görə müştərilər qala restoranını seçməlidirlər? Nəyə görə müştərilər qala restoran seçməlidirlər? Bir çox əsaslar var. Yəni bunu gəzib görənlər bilir. Qoy mən belə deyim, Azərbaycanın milli dəyərlərini özündə əks etdirir. Azərbaycanın mentalitini belə deyək də saxlayır. Tarixi otaqlarımız var. Məsələn, bizdə ovçu otağı var, Ruski domik var, Almanlara əslədiyimiz otaq var. Döyüş planlarının müzakirə olduğu kabinet var. Yəni, bura qaladır və qalanın içində bir sakinlərdir. Və biz onlara uyğunda domiklər tikmişik. Məsələn, bəyin istirahət otağıdır, qalanın bazarıdır, uşaqlar üçün əyləncə yeridir. Və əlbəttə ki, şairlərimizi unutmamışıq, şairlərimizə bir kabinet həsr eləmişik, Nizami Gəncəviyə bir kabinet həsr eləmişik. Bizdə yeraltı bəyin gizli otağı var və zindan var. Və toplar, tüfəklər, tam bir döyüşə hazır bir qalayıq. Bizdə gələn qonaqlar əlbəttə ki, yeməklərimizdən, qulluğumuzdan, gülərüz personalımızdan razı qalırlar və biz əlimizdən gelirik ki, razı qalsınlar. Bir cəhətdə biləcək, bizə gələn turistlər, yerli və xarici turistlər, inanın qapıdan içəri girəndə Samirə xanım, yəni sənə deyirlər, wow, yəni belə bizə demək, şoka düşürlər da. Yəni buranın gecəsi bir başqa gözəldir, gündüzü bir başqa gözəldir. Yəni demək olar bu obyekt danışır. Bax belə, bizim obyekti mütləq seçin, bizim obyekti görüb,
bəyənməyən qonağımız hələ olmuyor. Hara gedək? Harda? Şəmkir Qala restoranında. Bax, Amil, gedirik qonaq. Bir tortdan, şirniyyatdan al ki, əli boş getməyək. Bəs nəyə görə mənsə şirniyyat evinə gəlmişik səndən? Burdan tortlar, şirniyyatlar, hər şey var. Allah gedək. Bu, şirniyyat adı çəkən kimi, qarışqa kimi vızıldadı getdi bu. Deyirəm, bəlkə getməmişdən qabaq bir dənə qəşəng pürrəngi çay içək şirniyyatlarla. İçək də içək, hesabı verərsən də gəl, maaş almışıq deyə. Yaxşı, Gəl. bir boy ağlayıb da. Amir, bu elə bil ki, evdə pişmir. Hə. Yağın ətri yumuşaqdır. Necə gözəldir. Ay xanım, oradan bizə bu şirniyyatlardan bir paket yığın, aparırıq. Sağ ol sənə Amir. Yaxşı. Həqiqətən də dəyər ha aparmağa evə. Sənlik də öyle, o Zahir var ha bizim dolma pişirən dostumuz. O xəstə yatır, soyuq dəyib onu aparır. Zahir üçün ayrı al, mən üçün xüsusi. Hə. Şəmkirə gəlmişkən, ola bilməz ki, Qafar bulağı məkanına gəlməyəsən. Mən bura elə belə gəlməmişəm özdən. Mənim bir dostum var, Zahir. Sağ olsun, çox qabiliyyətli dostdur. Mənə dedi ki, gəl Qafar bulağına, sənə buranın qarğıdalısından, qutabından, ayranından, kababından yeyib içmək verəcəm. Əziz dostlar, deyir ki, Şəmkirsa yurdumun ilki əzəli, məndən inciməsin ellər gözəli. Yurda qələm çalmış təbiət əli, bura hər diyardan qonaqlar gəlir. Doğrudan da Şəmkir Azərbaycanın cənnət bölgələrindən biridir. Füsunkar təbiəti, Qafar bulağının yol üstündə görünüşü insanı məftun eləyir. Getdim Zahirlə görüşməyə. Əziz tamaşaçılar, Qafar bulağına gəldinsə Şəmkirdə, mütləq buranın qarğıdalısından dadmalısan, bir başqa teyamdır bu. Bəh, 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 bəh. Qarğıdalı qızıl deyil, neymətdir, gəl deyir adama. Ha, qardaş, bu... Ay, xoş gəlmişsən. Xoş gördük, nə tərsiz, qardaş. Nə var, qarğıdaldan, qutabdan, zaddan nə var? Bəli, hər şeyimiz var. Hər şeyiniz var, bəli. Əyləş. Özdə demirsən ha, mənə qatlet pişirəsən ha. Hər şey olacaq. Gəl otur. Ha, oradan bir çay ver. Çay ver görə əmoğlu, ürək səni, ürək, çay gətir.
Şəmkir bölümümüz başa çatdı. Bundan sonra görək hara gedək?